12 avqust 2020-ci il. Şimali Buzlu Okeanın sərt və buz kimi suları, Barens dənizi. Rusiya hərbi dəniz qüvvələrinin qüruru heç vaxt batmayacağı deyilən nəhəng nüvə sualtı qayığı Kursk hərbi təlimlər üçün suyun dərinliklərinə doğru irəliləyir. Onun içərisində 118 nəfərlik heyət var idi. Hər şey planlaşdırıldığı kimi gedirdi. Lakin qəfildən okeanın dibində elə bir partlayış baş verir ki, onun gücü minlərlə kilometr uzaqlıqdakı seismik stansiyalar tərəfindən zəlzələ kimi qeydə alınır. Kursk 108 metr dərinlikdə qaranlıq dənizin dibinə çırpılır. Dünyanın ən güclü və ən qabaqcıl texnologiyasına malik sualtı qayığı saniyələr içində nəhəng bir dəmir tabuta çevrilir. Bəs əslində o gün Barens dənizinin dibində nə baş vermişdi? Bu sadəcə texniki bir qəza idi, yoxsa bugünə qədər gizli saxlanılan hərbi toqquşma? Gəlin baxaq. Layihə 949A, yəni NATO kodu adı ilə Oskar 2 sinifinə məxsus Kursk sualtı qayığı sadəcə bir gəmi deyildi. O mühəndislik sənətinin zirvəsi, dənizlərin şəriksiz hakimi hesab olunurdu. Uzunluğu təxminən 2 futbol meydançası qədər, 154 metr idi. O qədər nəhəng və möhtəşəm dizayn olunmuşdu ki, xarici gövdəsi hətta ən güclü torpedalara tab gətirə biləcək xüsusi poladdan hazırlanmışdı. 2 ədəd nüvə reaktoru ilə təchiz olunan bu maşının batması nəzəri cəhətdən qeyri-mümkün hesab edilirdi, lakin o məşhur avqust səhəri bu mifi alt-üst etdi. Həmin gün Rusiya donanması son 10 ilinin ən böyük hərbi təlimini keçirirdi. Təlimin senarisinə əsasən Kursk düşmən gəmilərinə təlim torpedaları atmalı idi. Saat 11:28-də qayığın ön hissəsində torpeda bölməsində dəhşətli bir partlayış baş verdi. Bu partlayış o qədər güclü idi ki, qayıq dərhal idarə etməni itirdi və okeanın dibinə doğru sürətlə çökdü. Lakin ən dəhşətlisi hələ irəlidə idi. Düz 2 dəqiqə 15 saniyə sonra birinci partlayışdan 250 dəfə daha güclü olan ikinci partlayış baş verdi. Bu partlayışın gücü təxminən 2-3 ton TNT ekvivalentində idi. Qayığın ön hissəsi tamamilə parçalandı. Tonlarla dənizin suyu saniyələr içində içəri dolmağa başladı. İlk saniyələrdə heyətin böyük əksəriyyəti həlak oldu. Lakin qayıq tamamilə ölməmişdi. Gəminin arxa hissəsində 9-cu bölmədə dözülməz şərtlər altında həyatda qalmağa bacaran dənizçilər var idi və onların əsl cəhənnəmi o an başlamışdı. Fəlakətdən dərhal sonra Rusiya hərbi komandanlığı böyük bir sükuta qərq oldu. Saatlar keçir, lakin heç kimə məlumat verilmirdi. Bütün dünya yalnız günlər sonra Kurskun batdığından xəbərdar oldu. Dənizin dibində isə hər kəsdən kömək gözləyən, ölüm-dirim mübarizəsi aparan 23 dənizçi var idi. Onlar 9-cu bölməyə sığınaraq xilasedicilərin gəlməsini gözləyirdilər. Bəzən sonar cihazları vasitəsilə dənizin dibindən gələn ritmik zərbə səsləri eşidilirdi. Bu, sualtı qayıqçıların xüsusi kodu idi. SOS, biz buradayıq, bizi xilas edin. Lakin Rusiya hökumətinin atdığı addımlar bugün belə ən böyük sir və qəzəb mənbəyi olaraq qalır. Hadisə baş verən kimi Norveç və Böyük Britaniya öz ən müasir xilasetmə sualtı aparatlarını təklif etsələr də, Rusiya hərbi sirləri qorumaq bəhanəsi ilə bu köməyi günlərlə rədd etdi. Bizim özümüz xilas edəcəyik deyən rəsmilər qiymətli vaxtı itirdilər. Köhnəlmiş və nasaz Rusiya xilas etmə kapsulları Kurskun qapağına yapışa bilmədi. Suyun altında qalanlar üçünsə hər saniyə tükənən oksigen və yaxınlaşan ölüm demək idi. Bəs bu nüvə canavarı olan sualtı qayığı suyun dibinə göndərən nə idi? Rəsmi versiyaya görə qəzaya səbəb Kurskun öz torpedalarının birində, daha dəqiq desək, köhnə tipli 65-76 kit torpedasında baş verən hidrogen paroksit sızması olub. Sızan yüksək dərəcəli yanacaq mislə reaksiyaya girərək genişlənib və ilkin partlayışı yaradıb. Yaranan yanğın isə həmin kamerada istiliyi inanılmaz səviyyəyə çatdıraraq digər torpedaların da partlamasına gətirib çıxarıb. Lakin bir çox müstəqil ekspertlər və hətta bəzi Rusiya admiralları bugün də başqa bir nəzəriyyə irəli sürürlər: toqquşma.
İddialara görə o gün Rusiya ərazisində təlimlərini gizli şəkildə izləyən ABŞ-a məxsus xüsusi USS Toledo və USS Memphis sualtı qayıqları var idi. Bəzi nəzəriyyəçilər Kurskun məhz bu NATO qayıqlarından biri ilə toqquşduğunu, hətta onlar tərəfindən torpedo ilə vurulduğunu iddia edirlər. 3-cü Dünya müharibəsinin qarşısını almaq üçünsə hər iki tərəf bu həqiqəti əbədi olaraq örtbasdır edib. Xilas etmə işlərinə beynəlxalq qrupların cəlb olunmasına nəhayət ki, icazə verildi. Amma artıq çox gec idi. Norveç dalğıcları cəmi bir neçə saat ərzində Kurskun qapağını açmağı bacardılar. Lakin içəridə onları yalnızca ölümcül sükut, buz kimi su və dəhşətli mənzərə gözləyirdi. Heyətin heç biri sağ qalmamışdı. Bütün dünyanın ürəyini parçalayan ən sarsıdıcı sübut isə 9-cu bölmədə həlak olan kapitan leytenant Dmitri Kolesnikovun cibindən tapılan məktub oldu. Tamamilə qaranlıqda, oksigensiz və buz kimi suyun içində ölümünü gözləyən gənc bir zabit bu sözləri yazmışdı. Saat 15:45. Bura qaranlıqdır. Mən körtəbii yazmağa çalışıram. Görünür şansımız yoxdur. Bəlkə də 10-20%. Ümid edirəm ki, kimsə bunu oxuyacaq. Ruhdan düşməyə ehtiyac yoxdur. Kolesnikov və digər 22 dənizçi ilk partlayışdan sonra neçə gün, neçə saat sağ qalıblar. Onlar dənizin qaranlıq dibində xilasedicilərin səslərini eşidiblərmi? Bu sualların cavabı o dəmir tabutla birlikdə əbədiyyən o sularda qalacaq. Rəsmi hesabatlar onların karbon qazı zəhərlənməsindən və ya havanı təmizləyən kimyavi regenerasiya lövhəsinin suya düşüb yanğın yaratmasından öldüyünü desə də, o saniyələrdə yaşanan qorxu və ümidsizliyi təsəvvür etmək mümkün belə deyil. Kursk dənizin dibində uzanarkən dünya sadəcə dənizçilər üçün yox, həm də qlobal bir nüvə fəlakəti qorxusu ilə titrəyirdi. Çünki qayığın daxilində 2 nəhəng nüvə reaktoru və partlamamış onlarla torpedo var idi. Bu partlayışın baş verməsi və Barents dənizinin radiasiyaya yoluxması bütün Avropanın sonu demək olardı. Rusiya hökuməti bu sirləri dənizin dibində qalmasına icazə verə bilməzdi. Bir il sonra Hollandiya şirkətlərinin köməyi ilə tarixin ən bahalı və ən təhlükəli xilas etmə əməliyyatı başladı. Nəhəng qayıq xüsusi polad kabellərlə kəsilərək hissə-hissə suyun üzərinə qaldırıldı. Lakin qayığın ən sirli hissəsi olan və partlayışın baş verdiyi ön bölmə bilərəkdən dənizin dibində buraxıldı və partladılaraq məhv edildi. Sanki kimsə əsl dərillərin suyun üzərinə çıxmasını istəmirdi. Dənizlərin ən güclü sualtı qayığı məhv oldu. Ondan geriyə yalanlar, sirlər və 118 ailənin bitməyən gözyaşı qaldı. Bəlkə də gələcəkdə bəzi gizli arxivlər açılacaq və biz əsl həqiqəti öyrənəcəyik. Bəs sizcə o gün Barents dənizinin dibində əslində nə baş vermişdi? Torpedo sızması, yoxsa qlobal müharibənin astanasından dönüldüyü gizli bir toqquşma? Fikirlərinizi şərhlərdə bizimlə bölüşün. Daha çox qaranlıq sirləri işıqlandırmaq üçün Detektiv X kanalına abunə olmağı, videonu bəyənməyi unutmayın. Bugünlük bu qədər. Biz qaranlığa enməyə davam edəcəyik.